Salam əziz izləyicilər, kanalıma xoş gəldiniz. Bu pятиминутка yaxud qaz kolonkası dediyimiz cihazdır. İsti su vermək üçün. Bu özü işlək haldadır. Çəkiliş üçün açmışam, onun korpusunu, krışkasını çıxartmışam. Burada mənim məqsədim sizə tez-tez rast gəlinən bir problemdir. İşlədicilər səhvə yol verirlər, qayğısızlıq göstərirlər, bu yanır, xarab olur, bax bu dəmir əriyir, tökülür, nə bilim nə olur. Onun problemi nədədir? Problemlərindən biri. Bax, biri odur ki, indi mən bunu ayrılıqda göstərim sizə. Bax, bu hissə xarab olur. Onun nəyi xarab olur? Su damır. Hardan? Bax, buradan bax. Görürsünüz, orada prujin və iğnə görünür. Burada da membrandır, rezin membran. Su təzyiqi gələndə bu membranı sıxır. Membran burada klapan var, qaz klapanı. Bu qazın tənzimləyicisi. Bu suyun, bu da yenə bu qazın tənzimləyici. Bu suyun, bu isə yayğış rejimi üçündür. Yayğış rejimini dəyişmək üçündür. Bu deməli elektromaqnit klapandır. Bu mexaniki klapandır. Suyun təzyiqi ilə açılır. O qaz təhlükəli bir şeydir. Ona görə 2 dənə qoyurlar bura. Həm də tək təhlükəyə görə yox, su olmayanda yanmasın deyə. O vaxt yansın ki, su da var, bu klapanda açılır. Bu 2 klapanla idarə olunur qaz. Deməli, su damırsa buradan, burada mikroperekrüçatel deyilən, bax bu islanır və qaz xarab olur. Söndürürsən, alov qalır, yanır və o alov sönmür də. Suyu bağlayırsan, alov sönmür, yanır, temperatur artır və əridir bu metalı. Və burada da bir dənə datçik olmalıdır. Onun izahını çatdırsam deyəcəm. Yuxarı hissəsində, bax buralarda datçik olur. O datçik batareykalardan gələn cərəyanı kəsmək üçündür, aşırı temperatur olanda. Belə. İndi nədir məsələ? Elə ki, gördünüz, su damır, kolonkadan su damır. Bu zaman usta çağırın. Çünki əks halda daha xoşa gəlməz fəsadlar verəcək. Vaxtında çağırın. Kolonkadan su dammamalıdır. Amma dama bilir, tez-tez damır və nəhayətdə bu kolonkanın məhvinə gətirib çıxara bilir. Bax, bu bir elementdir. Bax, bu element açın bunu. Bax, belə açılır, rahatca açılır. Bu klapandır. Olur ki, bəzən təzyiq yuxarı olur. Buradan da tənzimləmirik və kanaldan su kranından gələn təzyiq də güclü olur və burada yaranan təzyiq içəridə klapanı açır. Bax, 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 orada görünür. İşığı içəri sala bilsəm. Dəxli yoxdur da, əlinizə alanda baxacaqsınız. Orada deşikli vint var. Deşikli vint. Orada bax, bacardım deyəsən göstərməyə, bax. Ortası deşikdir, özü də burğacla açılır. Burğac atyorka deməkdir. Burğac şurup deməkdir, burğac atyorka deməkdir. Açılır. O açılma nə üçündür? Təzyiqi tənzimləmək üçün. Bu açılmalıdır, 3 bar təzyiq yarananda açılmalıdır. Bəzən görürsən ki, açılmır. Onu tənzimləmək üçün, 3 bara qaldırmaq üçündür. Onu da işlədicilər eləmir.
ustalar eləyə bilər, onun da hamısı yox. Bunu niyə göstərirəm? Çünki buradan su damırsa bu problem deyil. Bu sadəcə zəhlə tökəcək. Buradan damırsa, bax bundan. Amma buradan damırsa, bax burada bunun yarığı var, bir də göstərim. Orada prujunu da görünür, fikir verirsiniz. Hemen yarıq bax buradadır bu. Mikroperiklüçatelin üstündədir. O yarıqdan axan su gəlir, bunu isladır. İsladanda mexaniki kontaktlardır, arasına su düşür, keçircilik verir. Suyu biz söndürsək də alov yanmağa davam eləyir. Niyə? Çünki o kontaktlar vasitəsilə bax bu klapan açıq qalır. Və bu da zəif olanda qaz davam eləyir yanmağa. Bax bu problem buradan başlayır. Datçikdə olmayanda bax burada bir datçik var. Bu əslində bura normalda bax bu isti son çıxışıdır. Normalda temperatur göstərən datçik olmalıdır. Ekrana çıxmalıdır. Temperatur neçə dərəcədir. O da yoxdur. Bu belə bir nədənsə yoxdur da. Və bir də o yanda bax qeyd elədiyim kimi bir dənə termovüklüçatel olmalıdır. Deməli batareykadan gələn cərəyan keçir o termovüklüçateldən sonra buraya gəlir. Bu nə üçündür? Bu ona görədir ki, hər hansı səbəbdən qaz sönməzsə, çox böyük temperatur yaranarsa, bu cihazı yandırmasın. Və həm də evdə yanğın edə biləcək qədər təhlükəli bir şeydir bu. Onu bəzən, bax o aşırı temperatur datçikini bəzən ustalar birbaşa birləşdirir. Deyirək ki, nəyə lazımdır? Elə məftil özünə birləşdir, işləyəcək. Bu hala təəssüf ki, mən çox rast gəlmişəm. Amma o yol verilməzdir. Əks halda malınız xarab olacaq, yanacaq, həm də evi yandırmaq təhlükəsi də var. Elə bilirəm, bundan bəhs eləyə bilərik. Yadımdan çıxan nə qaldı? Yadımdan çıxan olsa, o komment bölümündə onu sizin nəzərinizə çatdıraram. Əlimdə tutmuşam, yenə yadıma düşmür. Bu nədir? Buna satıcılar iğnə deyirlər. İğnə. Bax, bu daxili klapanı iğnə idarə edir. Bax, bunun içində olan, yaxud bunun içində olan. Bax, orada gördüyünüz o prujun da yay. Bax, budur. Bunun yayıdır. Bura su təzyiqi yarananda burada. Bax, bu membranda. Bu iğnə qabağa gedir və burada qazın yolunu açır. Bax, bu hissədə klapan var. Klapan. O aranı qabağa gedir. Bax, bu hissədədir, bax. Bu biraz qabağa gedir, ara yaranır oradan. O aradan qaz çıxır, axır yuxarı, qalxır yuxarı. Və gəlir, bax, burada gördüyünüz o deşikli farsunkalardır. Neçə dənədir? 4 dənə. 4 burada, 4 də bu yanda. Farsunkalara gedir. Konstruktiv olaraq burada biraz fərqlidir. Bunda başqa cür vurulur. Bax, bu planka ilə gəlir, o qaz o farsunkalara gedir. Bunda isə bu şəkillidir. Bu mahiyyəti eynidir, formaları fərqli olsa da. Yəni bu ayrıca satılır. Bu nə halda dəyişmək tövsiyə olunur? Elə ki gördünüz, bax bu mikroperiklüçatelin üstünə su düşür, isladır onu. Deməli bu düzgün işləmir, bunu dəyişmək lazımdır. Dəyişmək usta işidir təbii, amma vaxtında çağırın, su axıdanda gəlsin. Bax bu iğnəni dəyişməklə əksər hallarda bunu həll eləmək olur. Bəzi hallarda olur membran özü deşilir, rezin.
deşilir və yaxud başqa bir nəsə də ola bilər. Amma əksər hallarda bax bu salniklər su verir. Salnikin biri buradadır. Bax bu qara rezini görürsüz. Digəri də bax bu içəridə olmalıdır. Amma o sökülən deyil. Bax bunun ətrafında qara görünür. O sökülən deyil. Ona görə o əgər buradan verirsə, bunu artıq dəyişmək lazım gəlir. Məqsədim bax xəbərdar eləməkdir ki, su damır, qoy damsın deyə yanaşmayın cihaza. Su damırsa mütləq usta çağırın. Əgər bu günahkardırsa bunu dəyişdirəcək. Bu bahalı bir şey deyil. 1 manat 10 qəpiyə aldım mən. Çox bahalı bir şey deyil. Bunu dəyişdirməyə məsuliyyətlə yanaşın. Bu daha böyük problemlərdən sığortalanmış olacaqsınız. Sağ olun, salamat qalın. Hərdən bir mənə yazın görək, razı qalırsınız mənim videolarımdan, yoxsa qalmırsınız. Xudahafiz, gələn videolara qədər.